Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin Ebil Kasimi Muhammedinil Mustafa ve aleyhi tahirin. Salavat. Allah Teala Kur'an-ı Kerim'de Enfal suresi 24. ayədə belə bir göstəriş, belə bir əmr verir. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu. Ey iman gətirən şəxslər. İstəcibu lirrasul, istəcibu lillahi və lirrasul. İzə da'akum lima yuhyikum. Deməli, ayənin məzmunu belədir. İstəcibu, yəni cavab verin. Yəni bir nəfər digər bir nəfəri nəyəsə dəvət eləyəndə, onun dəvətini qəbul eləyəndə deyir isticabə. Yəni bir nəfər digər nəfərin dəvətin qəbul etdi. Allah buyurur ki, Allah və Peyğəmbər sizi dəvət eləyəndə onların dəvətini qəbul edin. İndi Allah və Rəsulu bizi nəyə dəvət eləyir? Allah Teala çox gözəl vurğulayır burada. Limə yuhyikum. O işlərə ki, sizi diri tutacaq. O işlərə ki, sizi diri saxlayacaq. İndi iman gətirənlərin hansı, məsələn, ölüb. Yəni, bu xitab məsciddə oxunur. Məsciddə də hamı diridir. Allah Teala buyurur ki, sizi diri tutacaq, diri qalacağınız işlər ki, Peyğəmbər sizi dəvət eləyir o işlərə, yəni o işlər səbəb olacaq ki, siz diri qalasınız. Həyatda, vücudunuz həyatla qaynayacaq. O işlərə Allah və Rəsulü dəvət eləyəndə o dəvəti qəbul edin. Təbii ki, söhbət ruhun bədənindən çıxmasından getmir. Və yaxud ruhun bədəndə olmasından da getmir. Mövzu qəlbin ölüb ölməməsindən gedir. Fitrətin yatıb yatmamasından gedir. Yəni o kəslər ki, qəlbləri ölüb, onlar qəlblərini necə dirildə bilərlər? Allah və Rəsulunun çağırışı ilə. Baxmalıdır Allahın və Rəsulunun çağırışına, o çağırışlara cavab vermək, riayət eləmək həm insanın qəlbini dirildəcək, həm yatmış ruhunu və fitrətini oyadacaq, şəxs Allahın dediyi kimi diri olacaq. Bax, Quran-ı Kərimdə çoxlu ayələr var, diri olan insanlara müraciət olunanda deyir ölü. Ölü. Diri deyə, amma ölü. Və yaxud ağlı var, deyir ağlı yoxdur. Ağıl var başında, normal adamdır. Amma Allah və Rəsuluna cavab verməyəndə onlara deyir, onlar la yaqilun, onlar dərk etmir, onların ağlı yoxdur. Ağlı var, deyir ağılsızdır. Ruhu var, deyir ölüdür. Qulağı var, ona deyir nədir? Kardır. Dili var, ona deyir nədir? Laldır. Gözü var, ona deyir nədir? Kördür. Baxın, bunun gözü də var, dili də var, qulağı da var. Allah bəyən bilmir bunun bu üç hissiyat orqanı işləyir və mömindən də yaxşı görür, mömindən də yaxşı eşidir, mömindən də yaxşı danışır. Söhbət dünyəvi eşitmək, dünyəvi görmək və yaxud dünyəvi dərk eləməkdən getmir. Allah və Rəsulunun çağırışına, o çağırışı eşidirmi? O çağırışı görürmü? O çağırışı dinləyə bilirmi? Yəni bu şeylər əgər şəxs imtina eləyirsə, Allah ona ölü kimi baxır, kar kimi baxır, kör kimi baxır, lal kimi baxır. Baxmayaraq ki, bütün orqanlar həmsi yerində sağlam şəkildə olsa belə. Deməli, Allah və Rəsulu insanları
namaza dəvət eləyir, oruca dəvət eləyir, zəkata dəvət eləyir, xeyrə dəvət eləyir. Bunlar hər bir əməl səbəb olur ki, insan nədir? Diri qalsın. Deməli, Allah və Rəsuluna cavab verməyənlərin hamısı nə sayılacaq? Ölü sayılacaq. O birisi o ayələr kimi də qulağı var kardır, gözü var kördür, dili var laldır. İnsanı diri tutan əməllərdən də biri orucdur. Çünki bu oruc elə bir məsələdir ki, Allah və Rəsulu insanları ona dəvət edir. Ey insanlar, gəlin oruc tutun. Deməli, hər bir insan Allah və Rəsulunun bu dəvətini qəbul elədikdə nə olacaq? Diri qalacaq. Oruc, qeyd elədiyim kimi, yeyib, içmək, yalan danışmaq filan, o batil edici əməllərdən çəkinməklə yanaşı, orucun özünü də diri tutmaq mövzusu var. Namazın özünü də diri tutmaq mövzusu var. Zəkatın özünü də diri tutmaq mövzusu var. Birril valideynin də umumən şəriətin göstərişlərini diri tutmaq mövzusu var. Diri tutmaq nədir? Yəni davamiyyət. Məsələn, adam müəyyən müddət namaz qılır, sonra namazı tərk edir. Müəyyən müddət oruç tutur, orucu tərk edir. Müəyyən müddət, məsələn, Allahın dediklərinə əməl eləyir, amma müəyyən müddətdən sonra rəayət eləmir. Hətta iftar süfrəsində bir qardaş öz qardaşı haqqında çox, belə deyək də, narahat halda bir söz dedi və bilmirmiş ki, bu adam tərki namazdır artıq. Deyir, toydur, oturmuşuq, bir dənə gördüm bunun əlində içir. Deyir, özüm təəccübləndim, soruşdum ki, ay filan kəs, sən namaz filan, deyir, bunları deyəndə istər-istəməz əlində araq titrədi, yəni stəkan başladı əlində titrəməyə. Səhv elədiyim bilir, günah elədiyim bilir, amma yenə də davam edir. Deməli, adam namazını yaşatmayıb, orucunu yaşatmayıb. Həmən bu şeylər səbəb olur, insan özü diri qalsın. Yəni, namaz səbəb olur ki, Allah ona desin diri, oruc səbəb olur ki, Allah ona desin diri, zəkat səbəb olur ki, Allah o şəxsə desin ki, diri. Amma bu ibadətlərin özündə qol qanadın qırmağa icazə yoxdur. Yəni, hətta namazın haqqında ərəb dilində elə bir kəlmə istifadə olunur ki, o kəlməyə baxanda adam dəhşətə gəlir. Yuqimunəs salat. Əqamə yuqimu belə müasir dildə yerinə yetirmək mənasındadır. Bir şeyi yerinə yetirdinsə, ona əncam qıldınsa, ərəb dili əqamə yuqimu. Başqa mənaları da var. Amma əsl mənasını belə o dərinliyinə gedəndə əyrini düzəltmək. Yəni, məsələn, bu kağız əyilib, bunun qamətini mən düzəldib, belə düz şax elədimsə, əqamə feili istifadə olunur. Deməli, namaz misal üçün çəkilir ki, namazı sən iqamə eləməlisən. Yəni, onu düz tutmalısan sən. Qoymamalısan ki, namaz neynəsin? Əyilsin. İndi fəqət bu təklif, bu yanaşma namazdadır, xeyr. Orucda da həmçinin. Məsələn, əgər orucu sən arıqlamaq qəsdi ilə tutursansa, o oruc necə olur? Əyildi. Yox, zay olmadı. Yəni, 1-2 kilo arıqlayacaqsan. Amma əyilib. Sən orucu da iqamə eləməlisən, yəni düz tutmalısan.
Namaz da düz qalmalıdır, oruc da düz. Yəni imkan verməməlisən ki, bunlar neynəsin? Əyilsin.